dayısı uşağa təcavüz eləyir. Bunu dəfələrlə eləyir. Ana bunu biləndə qorxudan bunu dilinə gətirə bilmir ki, əri ananı döyəcək, əri dayını öldürəcək, ailə dağılacaq, uşaq bədbəxt olacaq və bunu birtəhər örtbasdır eləməyə çalışırlar. Xeyr, örtbasdır eləməyə çalışmayın. Bu tip məsələlər açılmalıdır. Açılmalıdır ki, insanlar utansın, açılmalıdır ki, insanlar biabır olsun, yəni abır həyaları getsin ki, onlar bu şeyə əl atmasınlar. Bu insanlara onsuz da biz çözə bilməyəcəyik. Bu bir xəstəlikdir ki, bilmirəm bunun müalicəsi var yoxsa yox. Amma bu tip halları mütləq bölüşmək lazımdır. Bu podkastda gördüyüm qıza da adı bilmirəm nə idi. Orada nümunə üçün ad seçmişdilər. Ona da can sağlığı arzu edirəm. Başa düşürəm çox çətin həyat yaşayıb. Çünki o podkastda izləsəz görərsiniz. Burada qeyd edəcəm. Podkast kimi adamdır. Orada yəni bu videonu yazanda sonuncu video idi. İndi bilmirəm ondan sonra video var yoxsa yox. Orada gördüm və çox mənə təsir elədi. Çünki bu tip hadisələr mən polisdə işləyəndə görmüşəm. İstəyərdim ki, insanlar bu tip hadisələr yaşamasın. Xüsusən də qızlar buna məruz qalmasınlar. Çünki qızlar bizim cəmiyyətdə çox zəifdilər. Yəni Azərbaycan cəmiyyətində söz sahibi deyillər. Qadınlar, qızlar ümumiyyətlə Azərbaycan cəmiyyətində söz sahibi deyillər. Ona görə yox ki, əllərində yaba ilə gəlsin, yox mən deyəndir. Xeyr, ona görə yox. Sadəcə özlərin ifadə eləmək azadlıqları o qədər yoxdur. Yenə də ona görə demirəm Avropadakı kimi sinələrini açıb küçədə azadlıq belə demirəm mən. Mən sadəcə deyirəm ki, bu sözün deyə bilən, sözü eşidilə bilən, hansısa idarələr tərəfindən sözü duyula bilən qədər deyil qadınlar. Kişilər daha tez duyulur və kişilər daha çox alibilidir bu məsələlərdə. Çünki kişidir də, ona kim nə deyəcək ki, kişidir. Kişinin başına iş gələr deyib keçirsən. Amma heç vaxt demirlər ki, qadının başına iş gələr deyib keçmirlər və qadınlar bu aldığı travma ilə bir ömür yaşamalı olur və bir ömür onlar ürəklərində bu yara ilə yaşayırlar. Təbii ki, bu kişilərdə də belədir. Oğlan uşaqlarına qarşı bu hadisə olsa eyni cürdür, amma yenə də qadınlar o qədər deyil də, qadınlar həyatdan çox məhdudlaşırlar. Kişilər necəsə özlərini tapırlar, necəsə bir yol tapırlar. Çünki fiziki olaraq kişilər güclü olduqlarına görə, o da hamısı təbii ki belə deyir, amma əksəriyyət belədir. Kişilər necəsə yolun tapıb bu məsələni çözəcəklər. Amma qadınlara bu iş çətin olacaq. Ona görə çalışın. Dostlarınızı, uşaqlarınızı, ailədə uşaqlarınız var, ailə üzvlərinizi hamını bu barədə məlumatlandırın ki, qabaqcadan bir profilaktik tədbir görün ki, sabah Allah eləməsin bir hadisə gəlməsin sizin yaxınızın, tanışınızın ya qonşunuzun başına